Salam, hər vaxtınız xeyir olsun, dəyərli 102 xəbər info və inform xəbər TV izləyiciləri. Yenidən Mingəçevir şəhərində, yenidən Yaqut xanımın ocağındayıq. Və bugün Mingəçevir Dəmir Yumruq İctimai Birliyinin rəhbəri Süleyman müəllim, Mingəçevir Birliyi qrupunun rəhbəri Şəhriyar müəllim və Yaqut xanımın təşəbbüsü ilə bir qrup şəhədanəsi ilə görüş keçirilir. Və bir neçə gün bundan əvvəl nəşi gəlmiş, dəfn olunmuş şəhidimizin anım günüdür. Odur ki, bugün məclisdə sözü şəhid analarına və Dəmir Yumruq İctimai Birliyinin rəhbəri Süleyman müəllimə və Mingəçevir Birliyi rəhbəri Şəhriyar müəllimə verəcəyik. Buyurun. Hər birinizi salamlayıram, dəvətinizi qəbul gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm və istəyərdim ki, tədbirimizi açıq eləməmişdən öncə vətən uğrunda şəhid olmuş şəhidlərimizi bir dəqiqə kütlə yad edək. Allah şəhidlərimizə rəhmət edir. Biz də bugün Dəmir Yumruq Vətən Müharibəsi veteranlarına dəstək ictimai birlik olaraq özümüzə boş bildik ki, nəşi təzə tapılıb, gəlib torpağa tapşırılan Kərimov Şahin qardaşımızın həm anım mərasimini qeyd eləyək, həm necə deyərlər, adına mərasimidir. Biz bu məsuliyyəti öz üzərimizə götürdük. Mən hər birinizi öz qurumumuzun rəhbəri, sədri Əbil müəllim adından da salamlayıram. Hər birinizə Əbil müəllimin salamlarını da yetirirəm. Və istəyərdik ki, bu tədbirin təşkilatçısı Yaqut xanımı da bildiyiniz kimi Mingəçevir şəhər Dəmir Yumruq filialının sədr müavini, yəni mənim müavin kimi təqdimatını da elə sizin qarşınızda eləyim. Təbrik edirəm. İnşallah ki, uğurlarımız bol olsun, onsuz da şəhid ailələrini bu daimiyyamız olsun. Bundan sonra da yəqin ki, həm qurumumuz adından, həm də öz adından da işimizi davam etdirək. Bugün anım mərasimini qeyd edildiyimiz 1-ci Qarabağ müharibəsi şəhidi Kərimov Şahinin anası Şəfəqət xanıma başsağlığı verəcəyik. İstəyərdik ki, Şəfəqət xanım Şahin qardaşımız barədə biraz bizə açıqlama versin. Birinci dəvət elədiyiniz üçün, şəhid ailələri saydığınız üçün sizə çox minnətdarım. Yaqub xanım sizə, hamınıza, şəhid ailələrin hamısına gəldi, iştirak elədikləri üçün hamınıza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri nurla olsun. Yerləri cənnətli olsun. Mənim oğlum da 92-ci ildə Kəlbəcər rayonunun Zar kəndindən əskər getdi. Yeni əskər gedən kimi də müharibə idi, müharibəyə düşdü. Oradan da döyüşübdü. Ağdərəyə gəldi, Ağdavanda döyüşdə də iştirak elədi. Orada ayağından yara aldı. Gəldi, Gəncədə yatdı. Yaxşı olandan sonra yenə həmən ki, öz çastına dedim, amma mən uşaqları qoyub evdə qala bilmərəm. Mən gedəcəm uşaqların yanına, öz vəzifəmi yerinə yedirəm. Yenə qayıtdı, Kəlbəcər qaçında. Bütün hamı gəlmişdi, amma oğlum olan çast, Zəyli çastı deyirdilər. O çast Allah axıra qalmışdı, gəlməmişdi. O çastla bir yerdə, ən axırıncı Kəlbəcərdən onlar çıxırdı. Çastdan bir də kətdə qalan 80 nəfərlə bir yerdə gəliblər Murov dağları aşağı-aşağı. Nə zülümlə, qar yeyə, ağac susuz. Gəliblər, Gəlbən Meydançaya çatanda komandir deyildi ki, orada bir belə balaca ev kimi görünür, kim gedər? Mənim oğlum deyib ki, mən gedərəm. Mənim oğlumu göndəriblər, gedib. Gedəndə heç yaxınlaşmamış, görüb ki, ermənidir.
Onda çağırıb ki, qaçın, ermənidir. O vaxtı ermənilər güllə atıblar, mənim oğluma dəyib. Ayağından dəyib, eli qalıb orada. Qayıdıb, o birər hamısı hərə bir tərəfə gedib. Kəndin kəssaniyetərin sədri var, Bahadur. O Bahadur deyib ki, mən Şahin yolda gələ bilmərəm. O qayıdıb, mənim oğluma sarı. Qaydanda da gələ bilməyiblər, qalıblar el orada, vurduqları yer. 33 ildir, 34 ildir. 30 ildən sonra Kəlbəcər alınandan sonra onun əskər yoldaşları vardı. Onlar bilirdilər ki, harada vurublar, harada qoyublar. Ondan sonra onlar gedib axtarıb tapmışdılar. Neyləri varsa, həm Bahadurun, həm də mənim oğlumun. Gətirib dövlətə təhvil vermişdilər. Elə 3 ildir təhvil verdikləri. 3 ildən sonra analiz götürmüşlər. Onun sayəsində bilindi ki, bizim uşaqdır, bir də Bahadurdur. Bu ikisi. Bir elə qalmışdı, bir də tapıldı. Sağ olsun, var olsun, yenə getdilər, tapdılar, gətirdilər. Allah dövlətimizi var eləsin. Ötəs sahəsində 33 ildən sonra mənim oğlumun nəşri məhəlləsinə gəldi. Yarım saatın olsa da öz bir anadan olduğu torpağa gəldi. Allah prezidentimizi var eləsin. Onun hesabına yoxsa 33 ildən sonra Hasan Döyür onu tapıb yerləşdirmək. Allah eləsin bütün itkinlər, ailələr, hamısını. Həmişə arzulamışam mən. Heç vaxt uşağımı ayırmamışam ki, bu mümkün. Demişəm, ay bala, haradasız, yeriniz bilinsin. Mənim kim 33 il gözü yaşlı gözləyən ananın gözü yoldan yırılsın. İndi nə deyim? Allah var eləsin, çox sağ olun. Allah səbir versin. Yəni biz əminik ki, prezidentimiz bu siyasətin nəticəsində torpaqlarımızda azad oldu. İllərdir gözü yolda qalan anaların da gözləri yoldan yetişir. Biz əminik ki, yəni bundan sonra da inşallah ki, o itkin düşənlərimiz də tapılar. Heç olmasa insanların gözləri yığılır. Mən istəyərdim ki, bu Şahin qardaşımızın digər yəqin qohumları əyləşiblər burada. Onun o uşaqlıq dövrindən imkan daxilində dinləyərdik böyən hamıya. Allah Şahinə rəhmət Mən eylesin. karşılayım bir şəkili verərdik. Balam şəkili. Mən gələndə uşağı bir yerdə öz balam kimi bir yerdə yekərmişik uşaqlarımız. Ya mənimdir, ya şəfaqətin fərqi yox. Allah bir yerdə günləndə əmim nəvəsi qalıbdı. Qar yağdı. Allah ona da qismət eləsin. Əhbərə də nə qədər qalanlarımız varsa, tanımadıqlarımız. Allah eləsin onların da bir nəşit yazsın qapılarına. Allah torpaq sana, bu bazı şahinimizə ömür versin. Yəqin ki, sən də eşidir. Başlayayım. Başladı. O təzəcə açılmış laləsidir dağların, o təzəcə açılmış laləsidir dağların, o təzəcə avtomat götürmüşdü əlinə, oğulluq eləmək istəyirdi elinə, Şahinimin qəlbində sönməz ocaq çatdılar, toy paltarı hələlik, sandıqlarda qalsa da, toy gülləri hələlik, bağçalarda solsa da, yox, yox, səbir eləsin Şahinimin anası, yollarına göz dikən o vəfalı sonrası, hər bəlanı, hər dərdi sovuşduran Allah var, Yaqub ilə Yusifi qovuşduran Allah var, darıxmayın doğmalar, sanki deyirlər mənə, Şahin də, Bahadur da qaydacaqlar vətənə. Allah saxlasın, Allah səni. Sağ olun. Allah sağ olsun. Mənim həmkarım Məhbuqə xanım da burada olmalıydı. Onun da iki qardaşı şəhiddir, itkindi. Biri şəhiddir, biri itkindi. Yəni hansısa səbəblərə görə iştirak edə bilmədi. Amma Şəhriyar müəllim həmkardır. Yəni gəldi. Əvvəla çox sağ olun Süleyman müəllim, Yaqut xanım. Bu gözəl bir birlikdə siz təşkilatçılıq edirsiniz, siz rəhbərsiniz, siz müavinsiniz. Hər ikinizə minnətdarlıq edirəm. Bu gözəl yolda
sizə uğurlar arzulayıram. Şəhid analarımızı, şəhid bacılarımızı salamlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 88-ci ildən ta bu günə kimi Azərbaycan torpaqları 30 mindən artıq şəhid verib. Buradan Mingəçevirdə 500-dən artıq şəhid məzarı var, itki məzarı var. Allah biz hal-hazırda yaşadığımız şəhər Mingəçevir olduğuna görə, bu şəhid ailələrini daha çox yaxından tanıdığıma görə, bu şəhid ailələri haqqında çox məlumatım olduğuna görə deyirəm. Çoxlarının ailəsində olmuşam, çoxları məni tanıyır. İnşallah bu tanımadığım ailələrdə də olacam. Tədricən Allah bugün hansı ki şəhid haqqında danışdığımız Şahin qardaşımıza da, Bəhruz qardaşımızın yoldaşıdır, Şahin qardaşımızın anasıdır, digər şəhid ailələrini görürəm burada. Allah onların da şəhidlər bizim qürur yerimizdir, baş ucalığımızdır. Allah müzəffər Azərbaycan ordusunu, Ali Baş Komandanını qorusun. Elə bizim bu hal-hazırda yığışdığımız bu təşkilat da adını prezidentimizin şüarı altında birləşmiş Dəmir Yumruq adında bir yerdə mən səhv bilmirəmsə də Dəmir Yumruq başında elə gedir. Dəmir Yumruq qrupudur. Həqiqətən də elə Süleyman müəllimi də mən tez-tez Yaqut xanımı da şəhid ailələrinin, qazilərin, az təminatlı ailələrinin yanında görürəm. Bu qürur verici bir hissdir. Biz Mingəçevir Birliyi qrup olaraq 44 günlük savaş başlayan bu gündən şəhid ailələrə, qazilərə əlimizdən gələn maddi, mənəvi dəstəyi dururuq. Durmağı da bizim vətən borcumuzdur. İnşallah da tədricən digər ailələri ziyarət edəcəyik. Şəhidin köhnəsi, təzəsi olmaz. İstər 90-cı illərin şəhidi, istər 2000-ci illər. O bizim hamımızın şəhidimizdir. Şəhidlər bizim qürurumuzdur, baş ucalığımızdır. Biz fəxr edirik ki, Azərbaycanda belə bir qeyrətli oğlanlarımız var. Getdilər, hansı ki, canlarını sipər elədilər. Yəni, köhnə şəhid düşən qardaşlarımız, əmilərimiz, dayılarımız, bizdən yaşda böyük olanlar bu haqq savaşını başladılar. İndiki qardaşlarımız da davam elədilər. Onların bütün hamısının sayəsində bugünkü gündə bizim alnımız açıqdır. Gözüm bütün, necə deyim, kənar dünya dövlətləri qıraqdan da gördülər ki, Azərbaycan haqq yolundadır, haqq savaşındadır. Allah Ali Baş Komandanımızın canı sağ eləsin ki, onun yeritdiyi xarici, daxili siyasətin nəticəsində bugünkü gündə biz zəfər çalmış bir ölkə kimi qürurla yaşayırıq, yaşamaqda davam edirik. Allah millətimizə, xalqımıza bugündən sonra pis gün göstərməsin. Bir daha şəhidlərimizə qəni-qəni rəhmət eləsin. O ailələrin qarşısında mən baş əyirəm. O anaların əllərindən öpürəm ki, belə bir qeyrətli oğlanlar dünyaya gətiriblər. Siz həqiqətən də fəxr eləməlisiniz. Şəhidlər tək sizin deyil, bütün vətənindir. Yəni biz şəhidlərimizlə həmişə fəxr eləmişik, eləməyə də davam edirik. Çox sağ olun Yaqut xanım, Süleyman müəllim, çox sağ olun ki, məni dəvət eləmişsiniz. Siz də çox sağ olun, 102 info. Buyurun, başqa? Geciksə də Afilət xanım da gəlibdi, onun da yoldaşı şəhiddir. Mən Novruzov xanlar Adiloğlu'nun həyat yoldaşıyam. 1994-cü ildə Ağdamın Güllücə kəndində şəhid olur. Allah rəhmət eləsin. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Yerləri cənnət olsun. Biz şəhidlərimizə borçluyuq. Ben de bugün Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin Mingəçevir Təşkilatının sədri olaraq doğrudan da bizim ulu öndərimizin siyasəti nəticəsində, prezidentimizin gücü nəticəsində və şəhidlərimizin qanı canı bahasına bizim torpaqlarımız işğaldan azad olundu. Və bugün Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, Allah qazilərimizə can sağlığı versin. Və bugün biz Qadınlar Cəmiyyəti olaraq Azərbaycanın çiçəklənməsi uğrunda hər vaxt mübarizə aparacaq və hər vaxt prezidentimizlə birlikdə addımlayacaq. Bugün mən hər vaxt deyirəm ki, şəhidlər bizim Azərbaycanın ən böyük sərvətidir. Onlar haqqında danışmaq həm şirindir, həm acıdır. Şirindir ona görə ki, qəhrəman şəhidlərimizin doğrudan da dünyaya gətirən bizim belə bir analarımız var. Biz bugün onların qarşısında baş əyirik. Və bugün acıdır ona görə ki, onların arzuları yarım qaldı. Onlar doğrudan da onların ürəyində. Mən sadəcə onlardan hər birimiz Azərbaycan Qadınlar Cəmiyyəti olaraq qürur duyuruq.
həm analardan, həm şəhidlərimizdən və bu gün biz şəhid analarla birlikdə, Yaqut xanımla, Süleyman müəllimlə birlikdəyik. Sizin də işinizdə sizə uğurlar arzulayırıq. Çox sağ olun. Və bugün doğrudan da qürur duyuruq ki, Azərbaycan Qadınlar Cəmiyyəti olaraq bizim qadınlarımız hər sahədə öz sözlərini deyə bilirlər. Və bugün də Yaqut xanım da doğrudan da bir heykəltaraş olaraq, bir qabiliyyətli bir xanım olaraq hər vaxt şəhid ailələrlə də birlikdədir, həssas təbəqələrlə də birlikdədir. Və Yaqut xanım, sizə Qadınlar Cəmiyyəti adından uğurlar arzulayırıq. Allah hər birinizə can sağlığı versin, həmişə sülh olsun, əmin-amanlıq olsun, bir daha müharibə olmasın, anaların gözü yaşlı qalmasın, bacıların gözü yaşlı qalmasın, arzular yarım qalmasın. Bəli, bugün bizdə də iki təşkilat olaraq xanımlarımız doğrudan da hər vaxt müharibədə bir ön cəbhə var idi, bir arxa cəbhə var idi. Ön cəbhədə bizim əskərlərimiz, bizim o qəhrəmanlarımız mübarizə apardılar. Arxa cəbhədə isə bizim qadınlarımız informasiya müharibəsi oldu. Bu informasiya müharibəsində bizim birinci xanım Mehriban Əliyeva olaraq və bütün xanımlarımız hər biri mübarizə apardı və bir daha dövlətimizlə birlikdəyik. Dövlətimizin gələcəyi üçün hər birimiz birgə addımlayacaq. Və yenə də Yaqut xanım sizə uğurlar arzulayır. Təşəkkür edirəm. Çox Verək Birinci Qarabağ müharibəsi şəhidi Abdullayev Bəhruz qardaşımızın həyat yoldaşı. Mən Abdullayev Bəhruz Cumaoğlu'nun yoldaşıyam. 94-cü ildə aprel ayının 29-u şəhid olub. Ağdam bölgəsində, Ağdamın Qərbəntində şəhidimizi gətiriblər, sağ olsunlar. Gətirib rayonumuzda da dəfn olunubdur. Bütün şəhidlərə rəhmət diləyirəm, qalan qazilərə can sağlığı verirəm, veteranlara can sağlığı verirəm, sağ olsunlar. Yaqut xanım, Süleyman bəy, siz də sağ olun ki, belə bir təşkilat yaratmışsınız. Biz kimi şəhid ailələrini də bura dəvət eləmişsiniz. Çox sağ olun. Mən çox danışmayacağım, sağ olun. Çox sağ olun. Allah şəhidlərimizə Allah rəhmət eylesin. 102 Inform xəbər olaraq öz ənənəmizə sadiq qalıb, bugün yenə də şəhid analarının yanındayıq. Və mən hər zaman deyirəm, bəzən ekrandan, kamera qarşısından vətən sağ olsun deyirik, şəhid analarımız başınıza dik tutun deyirik. Amma çox təəssüf ki, o kamera, o işıqlar sönəndən sonra bəzi insanlar üzlərini çevirib gedirlər. O ailənin acısını, o ailənin gözlərindəki həsrət, istirab dolu baxışları çoxları görmür. Və bu insanlar çox az insanlardır ki, o kamera işıqları söndükdən sonra da o ailələrin içində, o ailələrin acılarının yanındadırlar. Və biz o insanların da qədrini bilək. Dövlətimiz şəhid və qazi ailələrimizə çox böyük diqqət və qayğı göstərir. Amma çox təəssüf ki, bəzi məmurlar o qayğını, o diqqəti bu ailələrdən əsirgəyirlər. Və mən əminəm ki, hər hansı bir məmur bu anaların, bu bacıların, bu doğmaların gözündəki o acını, o həsrəti görsələr, bəlkə də qəlbləri biraz yumuşalar. Hər zaman deyirəm, şəhid ailələrini incitməyin, qazi ailələrini incitməyin. Biz öz evimizdə, isti yatağımızda yatdığımız zaman onlar soyuqda, qarda, çovğunda vətəni qurudular. Bu günümüz üçün canlarını qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 102 Xəbər Info və Inform Xəbər TV-nin rəhbəri Azər Xudayaroğlu, 102 Xəbər Info və Inform Xəbər TV-nin müxbiri Nəzakət Kamal qızı. Mən istəyərdim ki, bugünkü tədbirimizin əsas təşkilatçılarından olan, baxmayaraq ki, bugün mən o Dəmir Yumruq müharibə veteranlarına dəstək ictimai birliyin sədri olaraq burada iştirak edirəm, çıxış edirəm.